İyulun 4-də saat 20 radələrində Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Nəticədə iki kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə kənd 82 və 120 mm-lik minatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Nazirliyin məlumatında bildirilir ki, qarşı tərəf cavab atəşi ilə susdurulub. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Artilleriya qurğularından açılan atəş nəticəsində kənddəki evlərdən bir neçəsinə ziyan dəyib. Füzuli rayon prokurorluğunda hadisə ilə bağlı cinayət işi başlanıb. Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır. Bu barədə həmsədrlər ötən gün Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir. Bəyanatda daha sonra bildirilir ki, zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır.